Əsəb, stres, gərginlik, yuxusuzluq, yağlı qidalar, uzun müddət qəbul olunmuş kimyəvi dərmanlar, bunlar hamısı qan qatılığı yaradır və eyni zamanda qan damar divarlarında tıxanıqlıq yaradır ki, müəyyən müddətdən sonra cinsi orqana da qan axını yaxşı getmir və belə olduğu halda kişidə sərtləşmə problemi olur, tam bərkimədən boşalma halları olur, yəni çox tez boşalma halları olur və belə problemlərin müalicəsi üçün mütləq şəkildə qan damar divarlarının təmizlənməsi və qan axınının cinsi orqana gedən damarlar vasitəsilə gedən qan axınının bərpası olmalıdır ki, bu kimi problemlər qalıcı şəkildə aradan qalxsın. Ümumiyyətlə, belə problemlərin müalicəsində tam təbii və kök hüceyrə səviyyəsində müalicə əldə etmək lazımdır ki, bədən vacib olan mineralları qəbul etməlidir ki, qan axını fəaliyyəti bərpa olsun və kişilərdə ereksiya problemi qalıcı şəkildə aradan qalxsın. Bunun üçün daxil ola bilərsiniz səhifəyə